Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Ölkə üzrə bütün abonentlərin qaz limitləri yenilənir. Xəbər verilir ki, bu barədə kanalımıza Azərqaz İstehsalat Birliyindən məlumat verilir. Bildirilib ki, qaz limitləri il dəyişəndə avtomatik olaraq yenilənir. Smart kart tipli sağaclarda dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik yenilənmə gedir. Yanvarın 1-dən isə bütün ölkə üzrə qaz limitləri yenilənir və abonentlərin sərfiyyatı yeni limitlə ölçülür deyə qurumdan əlavə olunur. Fövqəladə Hallar Nazirliyinin Zongi Qaynar telefon xəttində Şamaxı rayonu Şahin Zeynəb küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verməsi barədə məlumat daxil olub. Xəbər verilir ki, bu barədə Fövqəladə Hallar Nazirliyində məlumat yayılıb. Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şamaxı rayon yanğından mühafizə hissəsinin qüvvələri əraziyə cəlb olunur. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 120 kvadrat metr olan fərdi yaşayış evində ilkin ehtimala görə qaz sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayışın baş verdiyi müəyyən olunub. Partlayış dalğasının təsirindən fərdi yaşayış evinin ümumi sahəsi 30 kvadrat metr olan bir otağında pəncərələrin şüşəsi sınıb, otağın lambirindən ibarət tavanı dağılıb. Ev sahibi müxtəlif dərəcəli xəsarətlər alıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən hadisə yerində favri təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.